Qısa müddətdə D vitaminini sürətlə artırmaq istəyirsinizsə, bax bu Venaturanın D3K2 vitamini çox mükəmməl artırır. Özü də uzun müddət gedir. Getməsə bu 5-6 ay gedir. Zeytun yağında hazırlanıb, çox gözəl məhsuldur. Həqiqətən də bunu alanlar, istifadə edənlər bilir. Xahiş edirəm yorumlarda da yazar. Bax kimdəsə halsızlıq varsa, dırnaq qırılması varsa, saç tökülməsi varsa, daim yatma hissi varsa, sonra insanlar var ki, nələr eləyir, arıqlamaq üçün arıqlaya bilmir. Bunlar hamısı yenə də gəlib çıxır qalxanvarı vəzin üzərinə. Qalxanvarı vəz düzgün çalışmayanda bunlar baş verir. Bədəndə durğunluq yaranır, limfalar şişə bilər. Demək, qalxanvarı vəzi qaydasına salmaq üçün mən deyərəm ki, ilkin olaraq biz D vitaminini artırmalıyıq. D vitaminini artıranda qalxanvarı vəzi yavaş-yavaş zaman keçdikcə qaydasına düşür. D vitamini də ən gözəl oldu ki, 70, 80, 90 qaldırın bunu. Yəni 100-ü keçməsin. Bax, bu gözəl Venaturadan istifadə edə bilərsiniz. Təzə gəlib, əldə biraz var. Kim istəyər müraciət eləyər, verərik. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin.